Bahar xanım oturub Avropadan görək nə maraqlı şey var. Uşaqlar, güya ki bu dəqiqə Azərbaycanda uşaqların hicab problemi var. Görmüsünüz belə bir qlobal məsələ qalxsın. Bu dəqiqə Azərbaycanda bilirsiniz uşaqların nə problemi var. Uşaqların kiçik yaşında, o Bahar xanım otursun, uşaqların kiçik yaşında məktəbdə psixotrop maddələrin qəbulu məsələsindən fikirləşsin. Düzdür ya yox? Siqaret çəkmək məsələsində, içki aludəsi olmaq məsələsində, zərərli oyunlar oynama məsələsində, düzdür? Kazino, orada o başqa. Bunlar da əsas problem. Yoxsa, tutaq ki, kimsə qızını məcbur edib başını bağlamağa. 18 yaşdan sonra qız vətəndaş, sərbəst vətəndaşdır da, düzdür? Onu kimsə məcbur eləyə bilər başını bağlamağa. Qanunla qadağan nəysə, hətta 18 yaşına qədər belə qadağandır. Heydər bəy, izah elə bilim nə demək istəyirəm. Sadəcə olaraq bunlar fitnə fəsad, gələcək üçün fitnə fəsad salınmasının təməlidir. Olsun da mənim üçün nə fərqi var? Yaxşı adam istəyir baş açıq olsun, yaxşıdır. İstəyir baş bağlı olsun, yaxşıdır. Pis adam istəyir baş açıq olsun. Burada ümumi məktəb formalarından düzgün istifadə olunmalıdır. Yəni burada ayrıca bir bəndlər ayrıla bilər, qeyd oluna bilər. Amma sırf bu dini tərəfin üzrə çıxması... Dini tərəf, çox müəllim var, hicabla gəlir. Onu nə edəcəksiniz? Deyəcəksiniz ki, müəllim forması var, onu da soyundur. Niyə? Mən də deyirəm ki, başı bağlı olanda daha yaxşı olur. Məsəl üçün deyək, diqqət yəni, məsəl üçün. Onun nə adiyyatı var? Düzdür ya yox? Yəni, bilirsiniz, Heydər bəy, bu məsələlərdə təəssüf ki, populizm, söz xətinlər, biz peşən işi bilməyənlər, filənlər, bu dərinliyi bilməyənlər, Azərbaycanda heç vaxt elə bir problem olmayıb. Görmüsünüz siz elə bir problem var. Bizim başı bağlı qonşumuz da olub, başı açıq. Nə dəxili var bunun? Nə adiyyatı var bunun? Axı bu problem deyil. Siz niyə qaşınmayan yerdən qan çıxardırsınız? Bahar xanıma təklif edirəm ki, uşaq pulundan danışsın. Uşaqların haqqının pozulması, onların pis qidalanması, pis yaşaması, pis təhsil alması, əyləncələrinin olmaması, inkişaflarının zəif getməsi. Bundan danış da sən. Görək uşaqlar gündə ona lazım olan vitaminləri, qidaları ala bilirlərmi ailələrinin qazancından? Arkadaş, sən hicabı qadağı eləməyi, o uşağın gəlib normal sinif otağında oturub, tədris almasınlar. Danış ki, bax, danış ki, niyə bax, ailə qadın uşaq komitəsində, niyə təşəbbüs qaldırmır ki, 5-ci sinifə qədər olan uşaqlara gündə bir dəfə məcburi şəkildə 200 milliqram süd verək, məcburi şəkildə. Türkiyədə elədir. 3-cü sinifə qədər bütün uşaqlara süd içirdirlər saat 12-də filan da şeydə gəlir paketdə. Süd qəbul edin, kalsium artır, qidalan. Bundan danış da. Məktəblərdə minimal belə deyək, qidalanmanın təmin olunması filan, az təminatlı ailələrdə uşaqların müdafiəsi üçün bir paket hazırlanması. Hansımızın nənəmizin başında çadıra yox idi. Hani desinlər indi. Yəni bu məsələlər bilirsiniz, dövlətdən, dövlət idarəçiliyindən vizyonu olmayan insanlar vəzifə başında oturub belə şeylərlə.